Paşinyan ABŞ səfirləri ilə görüşdü. Vaşinqton sazişi. Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Birliyinə ABŞ üzv olan ölkələrin səfirləri ilə Vaşinqton sammitinin nəticələrini müzakirə edib. Axar az xəbər verir ki, bu barədə Ermənistan Kivləri məlumat yayıb. Söhbət zamanı tərəflər Ermənistan ilə ABŞ arasında mövcud münasibətlərin gündəliyini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bundan əlavə, avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdən sonra regiondakı vəziyyətə və Ermənistan ilə Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyinə xüsusi diqqət yetirilib. Balasanyandan sonra Ohanyan da səssizliyini pozdu. Şuşa döyüşlərində Biz 1992-ci ildə Şuşanı ələ keçirdiyimiz zaman daha az itki vermişdik, lakin 2020-ci ildə şəhəri itirəndə itkimiz ciddi şəkildə çox idi. Referans az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, hər iki Qarabağ müharibəsinin iştirakçısı və Xocalı qatillərindən biri olan Seyran Ohanyan deyib. O, Şuşanın itirilməsinin Ermənistana ağır zərbə olduğunu bildirib. 1990-cı illərdə könüllü dəstələri birləşdirib orduya çevirərək şəhəri çətinliklə də olsa ələ keçirə bilmişdik. Lakin 2020-ci ildə nizamlı ordu olmasına rəğmən Şuşanı qorumağı bacarmadılar. 44 günlük müharibədə Ermənistan ordusu pərən-pərən idi, özlərini könüllü, qeyri-peşəkar döyüşçü kimi aparırdılar. Dövlət də çox zəif çıxış etdi, vahid strategiya qura bilmədi. Düşmən ordusu müharibə zamanı əsas zərbəni Artsakın cənub hissəsindən vurdu və bütün sonraki hücumları bu istiqamətdən uğurla inkişaf etdirə, irəlilədə bildi. Nəinki Şuşanı ələ keçirdilər, hətta Ermənistan sərhədlərinə qədər çatdılar. Ermənistan üçün böyük əhəmiyyət kəsb edən yüksəklikləri ələ keçirdilər. Hətta istəsələr, ələ keçirdikləri nöqtələrdən hücumları ölkəmizə doğru daha da irəlilədə bilərdilər. Qeyd edək ki, ötən gün keçmiş qondarma rejimin Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan uzun müddət sonra açıqlama verərək, onun fikrincə 10 noyabr üçtərəfli bəyanatının qüvvədə qaldığını bildirmişdi. Balasanyanın bu açıqlaması erməni ictimaiyyətində birmənalı qarşılanmadı. Globalinfo AZ. Qaragöl döyüşlərində nə baş verib? Ordumuz irəliləyərkən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Arşak Karapetyan barəsində cinayət işi açılıb. Referans az xəbər verir ki, məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Ermənistan İstintaq Komitəsi bildirir ki, Arşak Karapetyan 2021-ci ilin mayında Qaragöl istiqamətində Azərbaycan ordusunun irəliləməsi zamanı səlahiyyətlərini aşaraq əsgərlərə döyüş mövqelərini tərk etmələri barədə şifahi əmr verib. Onun barəsində hakimiyyətdən sui-istifadə maddəsi ilə ictimai cinayət işi başlanıb. Qeyd edək ki, 2021-ci ilin mayında Azərbaycan və Ermənistan sərhədindəki Qaragöl ətrafında hərbi toqquşma baş verib. Nəticə beynəlxalq hüquqa görə Azərbaycana aid olan bu ərazi işğaldan azad edilib. Globalinfo AZ.